Salam gənclər, hər vaxtınız xeyir olsun. Mən Abbasova Ayan. Ən yaxşı təqdimat müsabiqəsində birinci yerin qalibiyəm və bugün sizinlə ən yaxşı təqdimat müsabiqəsi haqqında danışacağıq. Düşündüm ki, bu müsabiqəyə bir çox gənclər hazırlaşır və resurslar da düşünürəm ki, kifayət qədər məhduddur və ona görə öz bilik və təcrübələrimi sizinlə də bölüşmə qərarına gəldim. Elə isə gəlin başlayaq. İlk olaraq başlayaq ki, ən yaxşı təqdimat müsabiqəsi nədir? Ən yaxşı təqdimat müsabiqəsi ümumi təhsil müəssisələrinin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən Heydər Əliyev irsinə həsr olunmuş bir müsabiqədir. Və siz əgər bu müsabiqədə qalib olsanız, məktəbi qızıl atistatla bitirmə imkanı əldə edirsiniz. Hansı ki, qızıl atistatla bitirmək isə sizə bir çox sahələrdə üstünlük qazandıra bilər. Məsələn, əgər xarici hazırlaşırsınızsa, bu sizin üçün düşünürəm ki, kifayət qədər üstünlükdür ki, öz CV-nizə qeyd edərsiniz ki, mən məktəbi qızıl atistatla bitirmişəm. Gəlin indi bu haqda danışaq ki, bu müsabiqəyə necə hazırlaşmaq olar, müsabiqəyə necə başlamalıyıq, hardan başlamalıyıq? İlk olaraq mən düşünürəm ki, əgər tarix bilgiləriniz yaxşı deyilsə və yaxud da kifayət qədər deyilsə, bu müsabiqə sizin üçün çox çətin olacaq. Çünki müsabiqədə istər ilk turda, istər ikinci turda, istərsə də final turunda mütləq ki, sizə tarixdən suallar gələ bilər və gələcək. Tutaq ki, sizə heç kim deyə bilməz ki, səfərblərdən sual gəlməyəcək. Yəni, hər bir tarix mövzusuna, sizin dediyiniz sözlərdən, öz dediyiniz cümlələrdən asılı olaraq sizə müxtəlif tarix mövzularından suallar gələ bilər. Ona görə də mütləq ki, tarixiniz yaxşı olmalıdır və çox güclü araşdırma aparmalısınız. İstər Heydər Əliyev irsi haqqında, öz danışdığınız təqdimat haqqında bilikləriniz yüksək səviyyədə olmalıdır. Tutaq ki, hər hansı bir cümləni deyirsinizsə, həmin cümlə haqqında, həmin cümlədəki bir söz haqqında belə sizdən çox dərinliyinə qədər gedə bilərlər. Ona görə də ən böyük məncə düşünürəm ki, müsabiqədəki sizin tapşırığınız yaxşı araşdırma aparmaqdır və siz yaxşı araşdırma aparsanız artıq suallara da bir o qədər yaxşı cavab verəcəksiniz və sizin digər tura keçmək şansınız da bir o qədər artacaq. Ən önəmlisi isə təqdimatların yazılmasıdır. Təqdimatları necə yazmalısınız? Təqdimatlar ilk olaraq giriş və sonluq hissələr demək olar ki, təqdimatlarda eyni olur. Hansı ki, bunlar bədii hissələrdir. Bədii hissələri isə siz hər hansısa bir kəlamla başlaya bilərsiniz və yaxud da ki, bir şeirlə başlaya bilərsiniz. Orası artıq sizə qalmış bir şeydir. Necə istəyirsinizsə, tutaq ki, bir şeirlə başlamaq istəyirsinizsə və yaxud da şeirlə bitirmək istəyirsinizsə, elə də əlavə edə bilərsiniz. Və yaxud da hər hansısa bir tanınmış tarixi şəxsiyyətin bir kəlamıyla da başlayıb və yaxud da bitirə bilərsiniz. Təbii ki, bu artıq insandan insana görə dəyişir. Mən tutaq ki, elə etmişdim. Digər hissələr isə siz elə etməlisiniz ki, həm təqdimatınızın bədii hissəsi, həm də tarixi faktlar hissəsi bir-biri ilə tarazlaşmalıdır. Yəni, sırf tarix mətni kimi də danışsanız yaxşı olmayacaq. Amma bədii bir mətn kimi də danışsanız yaxşı olmayacaq. Ona görə də həm bədiliyi qorumalısınız, həm də ki, tarixi faktlarla zəngin etməlisiniz çıxışınızı. Ona görə də yaxşı araşdırma aparmağınız mütləqdir ki, maraqlı faktlar tapasınız, maraqlı mətn hazırlaya biləsiniz. Ona görə də bu nüanslara diqqət etməyinizi tövsiyə edirəm. Və belə deyim ki, sizə mütləq deyil ki, Heydər Əliyevin fəaliyyəti haqqında sual gələcək mütləq, amma hər bir sual Heydər Əliyev haqqında gələcək fikri də yanlışdır. Çünki sizə bir çox mövzulardan suallar gələ bilər, bir çox tarixi mövzulardan suallar gələ bilər. Xüsusən də düşünürəm ki, müasir Azərbaycan tarixini, Azərbaycan SSR-dən indiyə qədərki tariximizi oxusa, düşünürəm ki, daha yaxşı olar. Xüsusən Heydər Əliyevin birinci hakimiyyət dövrü, prezidentlik dövrü, həyatı, fəaliyyəti, bunları kifayət qədər yaxşı bilsəniz, ən azından onlar verən sualların birinə belə deyim, cavabınızı garantiləmiş olacaqsınız. Ona görə də yaxşı araşdırmalar aparmağınızı tövsiyə edirəm. Əgər mətn yazmaqda çətinlik çəkirsinizsə, mən bu mövzuda hazırlıqlar keçəcəm. Qoşula bilərsiniz, həm də öz tarixi bilgilərinizi gücləndirmək üçün, həm mətn yazma bacarığınızı daha da artırmaq üçün. Dərslərimiz isə yay ayından etibarən artıq başlayacaq. Ətraflı məlumat almaq üçün açıqlama hissəsində həm nömrəmi, həm Instagram hesabımı qeyd edəcəm. Orada daha ətraflı yazıb soruşa bilərsiniz. O cümlədən bu müsabiqədə yalnızca sizin belə deyim, tarixi bilikləriniz də
önəm daşıyır, amma yalnızca bununla kifayətlənmək olmaz. Siz bu müsabiqədə qalib olmaq istəyirsinizsə, sizin natiqlik bacarıqlarınız yüksək olmalıdır. Danışıq bacarıqlarınız, bədən dilindən düzgün istifadə etməyi bacarmalısınız. Çünki əgər bunları bacarmasanız, münsiflər sanki sizdə özünüzə qarşı bir inamsızlığı hiss edəcək və sizin digər tura keçməyə şansınız azalacaq. Ona görə də əlinizdən gələn qədər çalışın ki, öz çıxışlarınız haqqında çox məşq edin və orada əlinizdən gələn qədər səhvsiz bir çıxış etməyə çalışın. Amma təbii ki, 50% təqdimatın sizdən asılıdırsa, 50% də sizin münsiflərin suallarına verəcəyiniz cavablardan asılıdır. Ona görə həm araşdırmanızı, həm də təqdimat bacarıqlarınızı bir vəhdətdə aparmağı bacarmalısınız. Bundan əlavə hər birinizə uğurlar arzu edirəm. Düşünürəm ki, bu videomuz kifayət qədər maraqlı oldu. Əgər əlavə suallarınız olarsa, rəy bölməsində qeyd edə bilərsiniz və yaxud da mənə yaza bilərsiniz. Dəstəyimizə qoşulmaq üçün isə videoda olan nömrədən əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.